Salam aleykum. Uca Allah biz insanı gözəl bir biçimdə yaratdıq, deyir. Yəni yaradılmışdır. Yaradılan insan yaradan deyil. Yəni alçaq dağları o yaratmamışdır. Yəni təkəbbürlü olmaq insanın xislətinə əksdir. Ən pis halda o bağırsaqlarında nəcis daşıyan bir varlıqdır. Beləliklə insan. Dünyamız hökmü ilahi ilə əcəb növbələdər gün gecəsin. Hər türdən insanı var, Allah aman, özü də insan necəsin? Biri var nəsihət etmək istəsən, özün boğub kibir eləyər. Digəri nəsihəti haqqı bilib dinləmək üçün alar səsin. Kimisi haqqa qarşı boyum qıldan incə deyib razı qalar. Razı qalmaz digəri, qapazı lazım köpək oğlun qədəsin. Tanrıya asilik üzrə qurmusan həyatını tövbə edib. Papağın qarşına qoy bil və düşün ki, gələcək son nəfəsin. Yeyib içdiyi haram, geydiyi ondan da haram olsa məgər, əl atıb etdiyi duaya cavabmı gələcəkdir beləsin? Qələtindən dolayı qəlbə qara nöqtə düşüb indi amma nöqtəmiz böyüyüb də qəlbi sarıb varmı çara, de neyləsin? Pisliyin dəf eləmək üçün girişib yaxşı işə gizlicənə. Sonradan niyyəti barter eləyib reklama ki, fors eləsin. Nə qədər azlığa şükr eyləyəni var ki, onun neməti bol və tamamlanmış olub hökmü ilahi belədir, bir ki kəsin. Fani dünya nə qədər insanımı bihuş edib aldadaraq, sevdirər ki, özünü insanoğlu axirətin istəməsin. Yaranmış qayəsini öyrənməyərək şeytana yar etsən özün, hazır ol oynaman üçün sənə öz yallısını bəstələsin. Haqqı bil eylə əməl-ey Əbu Sacid və gözəl üslub ilə. Xitab et millətə ki, ay cəmaət, haqqa sarı bir tələsin. Ay cəmaət, haqqa sarı bir tələsin. Sağ olun.